Bunu biz indi eləməliyik və sabah bizdən gələcək nəsillər soruşanda siz nə etmişsiniz ay yoldaş operatorlar? Biz bu sənədlərlə, bu filmlərlə onlara əyan edəcəyik ki, onların ataları, babaları necə Seyid Ağa isə o dövrdə artıq Müdafiə Nazirliyinin ilk hərbi operatoru idi, ilk hərbi teleoperatoru idi. Və Xocalı hadisələri ilk çəkən də elə Seyid Ağa oldu. Deyirəm, nə yaxşı o vaxt o çəkilişləri biz apardı. Məlumatı çatdıraq ki, bütün Azərbaycan bilsin. Bu dağ bizim sonuncu nəfəsimizdir. Demək olar ki, Laçın getsə Azərbaycan artıq nəfəs almır. Daxilən biz sözün düzü çox sınmışdıq Laçın işğalında. Seyid Ağa deyir, bax Nizami, bax mən o kişinin deyir, heç vaxt onu da bilmirəm. O kişinin baxışlarını. Bu millət torpağı tərk edib gedir. Bunun haqqında nətər ola bilər? Qalicədir, qalicədir. Vallahi qalicə. Laçına bir şey yox. Mən demişəm mənə. Laçına bir şey yox. Siz nə yaxşı getmirsiniz be? Ha? Siz nə yaxşı getmirsiniz? Mən dədim uşaqlarımda. Mənim uşaqlarımın yarısı belə gedirdi. Yarısı xəbərim yoxdur. Onlar üçün qayıtmışam. Bir tane Sadiq qalmışdı. Bir də o qarışqalar. Elə bir o qarışqalarla tanışırdı. Bilirsən, həm də istədik səndən o partladı. O qaldı elə. Hələ maşına biraz benzin sat da götürdü. Heç kəs yoxdur. Heç kəs yoxdur. Müseyib bəy, Nizami bəydir. 19 yaşlı ana da bizləndir. Azərbaycan ordusuna könüllü gəlib. 92-ci ildə bizi saldılar hərəmizi bir bölgəyə. Məni saldılar Qubadlı, Laçın. Seyid Ağa getdi Füzuliyə. Bizi elə dedi ki, hərəmizi bir yerə atdıqca elə bir desant atırdı. Onu Nizami Abbas lent alırdı. Tərtərdə Fikrət Qafarov, rəhmətlik. Nizami Abbas da Kəlbəcər bölgəsində. O vaxtlar Bədi rəhbəri həm də çəkiliş qrupunun rəisi. Gün o gün olsun ki, Allah bizə böyük qələbəmizi qismət eləsin. Mən bir vuruşmuş əskər kimi və sən də həmçinin elə bilirəm ki, ikimiz də fikrimiz eyni olmalıdır ki, bu qələbəyə inanırıq. Çünki haqq Azərbaycan xalq tərəfdədir. Ədalət Azərbaycan xalq tərəfdədir. Qələbə də Azərbaycan xalq tərəfdə olmalıdır. Mütləq olmalıdır. 1994-cü il yanvarın 11-i Aşağı Əbdülrəhmanlı kəndi uğrunda vuruşmalar gedir. Füzuliyə 6-7 kilometr qalıb. Bəlkə də mən deyərdim ki, bu hər ikimiz üçün böyük şərəf idi. Düzdür, o qardaşlarımızın çoxu indi Ulu Tanrının yanındadır. Şəhidlər hamısı cənnətdədir. Mənə gəlir ki, Seyid Ağanın ruhu da bu anlarda yenə müharibədən. O orada döyüşür. Onun ruhu döyüşür. Mən nədənsə hiss edirəm ki, Seyid Ağanın ruhu həmin o şəhidlərin yanındadır. Həmin o qəhrəman mərd şəhid olmuş oğullarımızın yanındadır. O dostların yanındadır.